Salam, hörmətli tamaşaçılar. İBNews TV efirdədir. Vətəndaş mövqeyinin qonağı Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat Fakültəsinin müəllimi politoloq Aytan Qurbanovadır. Salam Aytan xanım, xoş gəlmisiniz. Xoş gördük Gülşən xanım. Aytan xanım, Qərbin qızışdırıcı mövqeyi Cənubi Qafqazda gərginlik yaratmağa hesablanıb. Regionda sülhün təmin olunması Fransanın və Amerika Birləşmiş Ştatlarının maraqlarına ziddir. Buna münasibətiniz? Regionda sülhün təminatı ilkin olaraq onu qeyd edək ki, Gülşən xanım, Azərbaycan Respublikasıdır. Yəni Cənab Prezidentin dəfələrlə çıxışında vurğuladığı kimi biz regiona sülhü müharibə ilə gətirmişik. Yəni öz ərazi bütövlüyümüzü bərpa edərək artıq Cənubi Qafqazda sülhü və sabitliyi təmin edəcək ilkin addım atmışıq. Bundan sonraki mərhələdə sülh və sabitliyin zəmanəti və ən əsas qarantı imzalanacaq sülh müqaviləsi olmalıdır. Amma sizin də qeyd etdiyiniz kimi bu sülh müqaviləsinin imzalanmasına mane olan tərəflər kifayət qədər çoxdur ki, bunlar da biz Ermənistan Pirus qüvvələri olaraq ifadə edirik və bunun da başında təbii ki Fransanın dirijorluğu dayanır və Fransa çox təəssüflər olsun ki, regionla bağlı siyasətində Azərbaycanın maraqlarını, Azərbaycanın ərazi bütövlüyünü hədəf alaraq hər zaman həm Ermənistanı islahlandırır, hərbiləşdirir, eyni zamanda regionda süni münaqişə ocağı yaratmaq niyyəti ilə sülh danışıqlarına kifayət qədər çox zərbə vurub bu günə qədər və vurmağa da davam edir. Növbəti Zəngəzur dəhlizi ilə bağlı da kifayət qədər çox təxribatları biz müşahidə edə bilirik. Eyni zamanda mülki missiya adı altında Ermənistan ərazisində fəaliyyət göstərən biz Avropa İttifaqının bir missiyasını da müşahidə edə bilirik ki, onlar heç bir halda nə mülki missiya deyil, nə də ki sülh çağırışını özündə daşımır. Hər hansı bir formada sərhəddə baş verən proseslərdə Ermənistan yönümlü və qərəzli və məqsədli bəyanatlarla çıxış edirlər. Və bu istiqamətdə Qərb blokunun kifayət qədər çox məkirli niyyət daşıyan tərəfləri var. Biz təbii ki, bütövlükdə Qərb blokunu ittiham edə bilmərik, amma Ermənistanı dəstəkləyən dövlətlər qismində də regionda sülh və sabitliyə zərbə vuran kifayət qədər çox dövlətlər var. Arxasında hansı maraqlar dayanır? Türkiyə-fobiya, Azərbaycana-fobiya, erməni lobbisinin maliyyə dəstəyi, erməni lobbisinin seçici kütləsi olması Fransa daxilində bir çox məqamlar var ki, Makron administrasiyasının Cənubi Qafqaz siyasətinə təsir edici əsas məqamlardır və çox təəssüf olsun ki, bu məqamlar Fransa-Azərbaycan münasibətlərinə də birbaşa zərbə vurur. Biz hər addımda onsuz qeyd etmişik ki, bütün dövlətlərlə münasibətlərimizi sülh və sabitlik şəraitində qarşılıqlı hörmət prinsipi əsasında formalaşdırmağı xarici siyasət prioritetləri arasında ilkin istiqaməti olaraq müəyyənləşdirmişik. Bura Ermənistan belə daxildir. Yəni işğalçı Ermənistana sülh əlini uzadan Azərbaycandır. İşğalçı Ermənistanın öz dövlətçiliyini qorumaq üçün şərait yaradan Azərbaycandır. Və bu nöqtədə əgər kimsə məkirli niyyətlərini Ermənistan üzərindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışırsa, təbii ki, Azərbaycan ona münasibəti də adekvat və operativ olaraq ifadə olunur ki, bu günə qədər də biz bunu aydın şəkildə müşahidə etmişik. Bizim nə Fransaya, nə də hər hansı bir 3-cü, 4-cü dövlətlərə ehtiyacımız yoxdur. Azərbaycan tək başına dünyaya nələrə qadir olduğunu onsuz sübut edib və ərazi bütövlüyünü bərpa edib. BMT-nin 4 qətnaməsini tək başına icra edən dövlət Fransa kimi dövlətlərin məkirli niyyətlərini də kifayət qədər operativ şəkildə ifşa etməyə qadir olduğunu göstərir. Və iqlim dəyişikliyi ilə bağlı COP29 qlobal tədbir ərəfəsində erməni lobbçilərin və digər tərəflərin müəyyən dəstəyi ilə Azərbaycan əleyhinə qarayaxma kampaniyası başlanılıbdır. Hər gün ölkəmizin əleyhinə müxtəlif 5-6 yazılar yazılır. Təbii ki, bu da maraqlı tərəflərin dəstə xətti ilə, maliyyə dəstəyi ilə, Fransanın, Amerika Birləşmiş Ştatlarının bunların dəstəyi ilə yayımlanır. Sizcə COP29 ərəfəsində belə bir qarayaxmanın bizim böyük bir tədbirə hansı neqativ təsir ola bilər? COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük beynəlxalq əhəmiyyətli tədbirdir. 100 minə yaxın qonağın iştirakı gözlənilir və iqlim dəyişikliyi bugün qlobal sistemdə ən əsas problemli məsələlərdən biridir. Yəni ümumi birgə yaşayış qaydalarının əsas tələblərinə uyğun olaraq bütün dövlətlər bu əməkdaşlıq platformasında birləşməlidir. Bu sərhəddaşan problemdir və Azərbaycan bu problemin həlli ilə bağlı nə qədər həssas mövqeyə sahib olduğunu bu günə qədər atdığı addımlarda aydın şəkildə göstərib. BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə bağlı könüllü olaraq hər il hesabat yayınlayan nadir dövlətlərdən biri Azərbaycan Respublikasıdır. Və COP29-a ev sahibliyi üçün namizədliyimiz irəli sürüləndə də kifayət qədər çox bizə qarşı məkirli mövqe nümayiş etdirilmişdir ki, neft istehsal edən, neft ixrac edən dövlət necə belə bir tədbirə ev sahibliyi edə bilər. Cənab Prezident və kifayət qədər çox fərqli rəsmi qurumlar bu istiqamətdə Azərbaycanın aydın mövqeyini açıq şəkildə ifadə edərək bildirdilər ki, yəni bizim neft istehsalçısı olmağımız ətraf mühitin mühafizəsi ilə bağlı bu günə qədər gördüyümüz işlərin üstündən xətt çəkə bilməz. Ona görə də bu sahədə ən çox söz deməyə haqqı olan dövlətlərdən biri də məhz bizik. Və əslində ev sahibliyimizin dəstəklənməsi, bu günə qədər görülən işlər nə qədər uğurlu bir yol xəritəsinin olduğunu da bariz nümunəsidir. Təbii ki, buna götürə bilməyən, buna paxıllıq mövqeyindən çıxış edən, qərəzli mövqedən çıxış edən kifayət qədər çox dövlətlər də var və bu onlar üçün böyük bir fürsətdir. Çalışırlar ki, sərhəddə təxribatları davam etdirsinlər, göyə təhlükəsizlik məsələlərini gündəmə gətirsinlər. Sentyabr ayı bu qüvvələr üçün hər zaman bir vasitə olub. Biz 44 günlük Vətən müharibəsi dövründə də
və 2023-cü ilin 19-20 sentyabrında 23 saatlıq antiterror tədbirləri dövründə də aydın şəkildə görmüşük ki, onlar öz məqsədlərinə çatmaq üçün hər zaman Azərbaycana qarşı provokativ addımlar atıblar. Amma Azərbaycan nə edib? Azərbaycan öz hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq hüquqa istinad edərək hər zaman addımlarını atıb və heç bir halda qarşı tərəfin maraqlarını hədəf almayıb. Heç bir halda qarşı tərəfin ərazilərini hədəf almayıb. Ona görə də bu qərəzli məlumatlar heç bir halda Azərbaycanı qaralaya bilməyib, onun beynəlxalq nüfuzuna təsir edə bilməyib. Bugün keçirilən beynəlxalq tədbirlərə diqqət yetirsək, cənab prezident bir çox beynəlxalq tədbirlərdə xüsusi qonaq qismində çıxış edir. Bu tədbirlər çərçivəsində onunla görüşmək istəyən dövlət və hökumət başçılarının sayı gündən-günə artır. Bu dövlət başçımıza və Azərbaycana olan rəğbətin və yüksək etimadın göstəricisidir. Ona görə belə mediada paylaşılan hər hansı bir manipulativ informasiyalar nə COP29-un keçirilməsinə, nə də Azərbaycanın qarşısına qoyduğu digər hədəflərə nail olmasına mane ola bilməz. Bu yaxınlarda da bizim prezidentimiz İtaliya səfər elədi. Təbii ki, əməkdaşlıq, iqtisadiyyat, müxtəlif sahələrdən bəhs edən böyük bir dövlət görüşü oldu. Buna bağlı münasibətinizi bilmək istəyərdik. Yəni iki tərəfli və çox tərəfli kifayət çox görüşlər keçirildi. İlkin olaraq onu qeyd edək ki, Gülşən xanım, İtaliya Azərbaycan üçün önəmli dövlətlərdən biridir. Biz daha əvvəldə Qərbin məkirli niyyətlərindən danışanda İtaliya kimi xüsusi dövlətlər də qeyd etməliyik ki, Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq tanıyıb və bu günə qədər atdığı addımlarda hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini müdafiə etdiyini açıq və qətiyyətli şəkildə ifadə edib. Əslində Qarabağın dirçəlişində İtalyan şirkətlərinin Türkiyədən sonra ikinci böyük şeirə sahib olması da buna bariz nümunədir. Çünki biz bilirik ki, bununla bağlı dövlət başçımızın kifayət qədər qətiyyətli mövqeyi var. Ancaq dost və etibarlı tərəfdaşlarımız Qarabağın dirçəlişində iştirak edə bilir və İtaliya da bu dövlətlər sırasındadır. Dövlət başçımızın İtaliya səfəri çərçivəsində keçirilən görüşlər, daha əvvəl də 2020-ci ilin fevralında imzalanmış sənədin, birgə bəyannamənin həyata keçirilməsi istiqamətində yol xəritəsinin müəyyənləşdirilməsi üçün kifayət qədər çox önəmli addımdır. Eyni zamanda bu səfər çərçivəsində Çernobil forumunda bilirik ki, dövlət başçımız xüsusi qonaq qismində çıxış etdi və bu da bizim üçün kifayət qədər önəmli bir tədbir idi və bu tədbir çərçivəsində verilən ən böyük mesajlar Azərbaycanın həm mövqeyinin ifadə olunması, yeni hədəflərinin ifadə olunması, regionda baş verən hadisələrin dövlətimizin başçısı tərəfindən, ilkin mənbə tərəfindən dünya ictimaiyyətinə çatdırılması və eyni zamanda qlobal sistemdə Azərbaycanın necə yüksələn güc olduğunun da bariz nümunəsidir. Çünki bir çox istiqamətdə önəmli mesajlar verildi. Həm COP29-la bağlı, həm Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı, həm sülh danışıqları ilə bağlı, həm də moderatorun sualları əsasında davam edən Rusiya-Ukrayna müharibəsi və digər qlobal məsələlərlə bağlı dövlətimizin mövqeyi aydın şəkildə ifadə olundu. Bunların hər biri bir daha sübut edir ki, həm Azərbaycan, həm Azərbaycan lideri dövlət başçımız dünya sistemində, qlobal sistemdə bugün ən önəmli məsələlərin həllində kifayət qədər önəmli aktorlardır və onların iştirakı ilə bu məsələlərin müzakirə olunması əslində bizim hansı mövqeyə sahib olduğumuzun və hansı hədəfləri qarşımıza məqsəd olaraq qoyduğumuzun bariz nümunəsidir. Yəni kifayət qədər önəmli bir tədbir idi, səfər idi və bu səfərin düşünürəm ki, gələcək perspektivdə Azərbaycan-İtaliya münasibətlərinə kifayət qədər yüksək müsbət təsirlər olacaq. Bəli, və BRICS. Bilirsiniz ki, Türkiyədən müraciət edib BRICS-ə üzv olmağa, Azərbaycan da sizcə Türkiyə qəbul olsa necə olacaq? BRICS iqtisadi platformadır. Bir blok olaraq ifadə edə bilmirik. Düzdür, təsisçilər və bir çox media qurumları artıq BRICS-i blok olaraq təqdim etməyə başlayıblar. Amma bu heç bir halda hərbi siyasi bloklaşma deyil, bir iqtisadi platformadır. Və bu iqtisadi platformada Türkiyənin təmsil olunmaq istəyi o platformanın təsisçiləri ilə yüksələn əlaqələrindən də irəli gəlir. Çünki biz bilirik ki, Rusiya ilə kifayət qədər yüksələn əlaqələri var, Çinlə, Braziliya ilə və digər dövlətlərlə münasibətləri Türkiyənin xarici siyasət prioritetləri arasındadır və dünya nizamı dəyişir. Dəyişən bu dünya nizamında sürətli şəkildə hərbi, iqtisadi və siyasi bloklaşma davam edir. Və Türkiyədə öz tərəfini və mövqeyini aydın şəkildə ifadə edən dövlət olaraq BRICS-ə təmsil olunmaqla bağlı mövqeyini aydın ifadə edib və bu birləşməyə, bu iqtisadi bloka üzv olmaq niyyətini ifadə edib. Bu hansı formada təsir edəcək? Düşünürəm ki, BRICS Azərbaycan əlaqələrində kifayət qədər yüksək təsir imkanları var. Çünki BRICS-ə təmsil olunan digər dövlətlər də Türkiyə kimi Azərbaycanın xarici siyasətində önəmli strateji tərəfdaşlardır. Düzdür, münasibətlərimizdə kifayət qədər gərginlik olan dövlətlər də var, amma düşünürəm ki, gələcək perspektivdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi əslində digər sahələrdə də əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinə təsir edici faktordur. Amma istisnasız olaraq qeyd edə biləcəyimiz bir fakt var ki, BRICS artıq sadəcə iqtisadi formasiya ya da platforma olaraq qalmayacaq və onun əlaqələrinin və ümumiyyətlə imkanlarının genişləndirilməsi onun strukturlaşmasına, təşkilatlanmasına gətirib çıxardacaq ki, bu da yeni dünya nizamında BRICS-in önəmini artırır. Zəngəzur dəhlizindən danışaq.
Zəngəzur dəhlizinin açılması ilə bağlı bilirik ki, Azərbaycanın kifayət qədər konkret mövqeyi var və bunun hüquqi əsasını üç tərəfli bəyanat təşkil edir. Çünki üç tərəfli bəyanata təsbit olunan müddəalara uyğun olaraq bu dəhlizin açılmasına həm Ermənistan, həm Azərbaycan tərəfi razılıq verib və Rusiya Federal Xidməti buna nəzarəti öz üzərinə götürüb. Ermənistan tərəfi də bunu imzası ilə təsdiqləyib, yəni Paşinyan bunu imzası ilə təsdiqləyib. Amma çox təəssüf olsun ki, 9 noyabr bəyanatından bu günə qədər digər müddəalar necə icra etməyibsə Ermənistan tərəfi, bu müddəanın icrası ilə bağlı da kifayət qədər qeyri-konstruktiv mövqe nümayiş etdirir. Son günlərdə isə bu mövqeyə daha çox cəlb olunan tərəf kimi biz İranı da müşahidə edə bilirik. Çünki İran rəsmiləri Zəngəzur dəhlizini nədənsə qırmızı xətt olaraq ifadə etməyə çalışır. Baxmayaraq ki, bu heç bir halda İranın ərazi bütövlüyü ya da sərhədləri ilə bağlı heç bir hədə formalaşdırmır. Digər tərəfdən bu nəqliyyat dəhlizinin açılması əslində regionda digər layihələrin daha sürətli şəkildə icra olunması və kommunikasiya xəttlərinin bərpa olunması əlaqələrin də möhkəmləndirilməsinə gətirib çıxardacaq. İranın narahatlığı nədən ibarətdir? İran niyə Rusiyanı hədəf alaraq, Ermənistanı da deyil, Rusiyanı hədəf alaraq belə çıxışlar ifadə edir və NATO xətti deyən bir xətt irəli sürür. Əslində NATO heç bir halda onsuz Zəngəzur dəhlizi ilə bir araya sığa biləcək bir anlayış deyil. Çünki NATO'nun mövcudluğu ilə bağlı danışırsa, bu ancaq Ermənistan ərazisinə əhatə edə bilər. Zəngəzur dəhlizinə nəzarət və onun təhlükəsizliyinin təmin olunması məsələsi isə birbaşa olaraq üç tərəfli bəyanatda təsbit olunub və Rusiya bu öhdəliyi öz üzərinə götürüb. Bu təbii ki, həm İran, Rusiya, eyni zamanda Ermənistan, Rusiya qarşıdurması və ümumilikdə kontekstdə dəyərləndirsək, bu Qərb-Rusiya qarşıdurmasında növbəti bir addım, növbəti bir mərhələ olaraq da qiymətləndirilir. Amma niyə İran? İran əgər Qərblə bu qədər gərgin münasibətlərə sahibdirsə, Zəngəzur dəhlizi məsələsində niyə Qərb regiona cəlb etməyə çalışır? Niyə Qərb dövlətlərinin müəyyən siyasi mərkəzlərin bu prosesdə icraçı ya da nəzarətçi olmasını istəyir? Bu təbii ki, bir çox istiqamətdə dəyərləndirilə bilən məsələdir. Amma çox təəssüf olsun ki, İran qonşu dövlət olmağına baxmayaraq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı atdığı addımlarda bu günə qədər kifayət qədər qərəzli mövqe nümayiş etdirib. Amma bizim gözləntimiz onunla bağlı idi ki, Azərbaycanın İrana münasibətdə konstruktiv mövqeyi qarşı tərəfdən də eyni müsbət addımlarla müşahidə olunacaq. Amma çox təəssüf olsun ki, son Zəngəzur məsələsində də ortaya qoyulan mövqe onu göstərir ki, İran nədənsə regionda baş verən proseslərdən və Azərbaycanın yaratdığı yeni reallıqlardan narahatdır. Və Amerika Birləşmiş Ştatları düşünmürsünüz ki, Rusiyanı hədəf alıb əslində? Əslində bütövlükdə Qərb bloku Rusiyanı hədəf alıb və baş verən proseslərdə Ermənistan yeni bir bufer dövlət, yeni Ukrayna alət olaraq bəli çalışır. Çox təəssüf olsun ki, Ermənistan hərbi siyasi hakimiyyəti bunu anlayacaq soyuqqanlı düşüncəyə və praqmatik yanaşmalara sahib deyil. Azərbaycanın ona uzatdığı əl Ermənistanın dövlətçiliyini qoruya biləcək bir əldir. Bizimlə imzalanacaq sülh müqaviləsi, Türkiyə ilə imzalanacaq müqavilələr, iqtisadi əlaqələrin bərpa olunması, sərhədlərin açılması Ermənistanın mövcudluğu üçün labüddür. Bizim üçün labüd deyil. Paşinyan və daxildə ümumiyyətlə hakimiyyət böhranının olması Ermənistan daxilində sabit bir siyasi kursun olmamasını da gətirib çıxardır. Ümumiyyətlə bu günə qədər onların heç bir halda bir sabit siyasi kursu, xarici siyasət prioritetləri olmayıb. Kifayət qədər dəyişkəndirlər. Bir platformada sülh danışıqlarından danışıb, digər platformada Azərbaycanı ittiham edən bir hərbi siyasi hakimiyyətdən danışır. Və onun arxasında dayanan qüvvələr də heç bir halda onsuz regionda sülh və sabitliyin təmin olunmasında maraqlı deyil. Bundan istifadə edən güclər də var. Amerika Birləşmiş Ştatlarını da bu sırada qeyd edə bilərik. Eyni zamanda Avropa İttifaqının da bəzi güc mərkəzlərini, Avropa Şurasını da bunda qeyd edə bilərik. Çünki biz mərhələli şəkildə təhlil edəndə görürük ki, hər bir institusional orqan, hər bir qlobal aktor Ermənistandan istifadə etməklə Rusiyaya zərbə vurmaq üçün birinci Azərbaycanın maraqlarını və ərazi bütövlüyünü hədəf alır. Niyə? Azərbaycan heç bir halda heç bir blokların qarşı durmasında hədəf ola biləcək dövlət deyil. Bizim xarici siyasətimizdə kifayət qədər aydın bir xətt var. Biz balanslı siyasətə üstünlük veririk. Heç bir bloka qoşulmuruq. Hərbi siyasi bloklaşmada təmsil olunmuruq və heç bir halda heç bir hərbi siyasi bloklaşma da bizdən təsir və təzyiq vasitəsi kimi istifadə edə bilməz. Bizim əlaqələrimiz Rusiya ilə də, Qərblə də eyni xəttlə, yüksələn xəttlə inkişaf edir. Strateji tərəfdaşlığımız, maraqlarımız istiqamətində möhkəmləndirilir və bu istiqamətdə atdığımız addımlarda da suveren hüquqlara sahibik. Heç kimə hər hansı bir formada hesabat verməli ya da kimisə diktəsi ilə addım atmalı deyilik. Çox təşəkkür edirəm Aytan xanım. Çox sağ olun. Suallarımıza geniş və əhatəli cavab verdiyiniz üçün. Hörmətli tamaşaçılar, İlk News TV-nin qonağı politoloq Aytan Qurbanova idi. Təşəkkür edirik.